Naxçıvan Dövlət Universitetində 12 dekabr Ümummilli lider Heydər Əliyevin Anım Günü adlı tədbir təşkil olunub. Əvvəlcə universitetin elmi kitabxanasında Heydər Əliyev ürəklərdə əbədi yaşayan dahi şəxsiyyət adlı kitab sərgisinə baxış olub. Tədbir İncəsənət Fakültəsində davam etdirilib. Burada müəllim və tələbələrin ümummilli liderin xatirəsinə həsr olunmuş 50-dən artıq rəngkarlıq, dekorativ tətbiqi sənət və heykəltaraşlıq nümunələrindən ibarət sərgiyə baxış keçirilib. Tədbirin əvvəlində ümummilli lider Heydər Əliyevin və vətən uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirilib. Universitetin rektoru Elbrus İsayev çıxış edərək dahi şəxsiyyət Heydər Əliyevin şərəfli ömür yolundan, vətən və xalq qarşısında misilsiz xidmətlərindən danışıb. Vurğulanıb ki, ümummilli lideri ölkəyə rəhbərlik etdiyi dövrlərdə dövlətçilik tariximizdə silinməz izlər qoyub. Onun həyata keçirdiyi strateji siyasət bugün də ölkəmizin inkişaf istiqamətinin müəyyənləşdirilməsində mühüm rol oynayır. Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın daxili və xarici siyasətdə qazandığı uğurlar ümummilli liderin uzaqgörən siyasətinin davamıdır. Universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri Əziz Qasımov, Tarix Filologiya Fakültəsinin tələbəsi Əziz Vəliyev, dahi liderin qlobal miqyaslı siyasi xadim kimi ölkəmizi müxtəlif tarixi mərhələlərdə uğurla idarə etdiyini qeyd ediblər. Bildirilib ki, uzaqgörən liderin müdriklüyü, milli maraqlara sadiqliyi və siyasi iradəsi Azərbaycanlı işıqlı sabahlara doğru aparır. Badəm Əliyeva, Atabəy Səyyad, Akşin Məhərrəmov, NTV Xəbər. Bəzən elə düşünürdüm ki, o ağır illərdə Azərbaycanda gördüyüm işlər sonra hamısı batıp gelecektir. Ancak bugün ben xoşbaxtım. Bugün ben öz taleyime minnettarım.